Herkese salam, mən Jakras. Bugün müxtəlif arenaların müxtəlif dəstələri ilə oynamağa çalışacağıq. Ona görə buradan biz başladıq birinci arenanın dəstəsi ilə. Deməli, birinci arena üçün ən qəşəng dəstə budur. Düzdür, normalda birinci arenanı oynayan şəxslərdə evrim olmur. Amma indi bizim oynayacağımız rəqiblərdə evrim var deyə mən də məcbur evrimlərlə oynamalıyam. Ki, ən azından videonu tez bağlamayaq. Deməli, birinci arena üçün normal olaraq başlanğıc kart devdir və qabağımızdakı rəqib isə yəqin ki, ən yaxşı dəstələrdən birini alıb oyun udmağa çalışacaq. Mızraqlılar daha çox yaşası deyə əslində kart topunu attım. Amma ki, talihsizdik. Bu arada goblinler en azından biraz hasar verdi ki bizim kartlar o kadar da aşağı hasarlıq kartlar değil mini pekka. Biraz iksir baxımından pis vəziyyətdə qaldıq havana görə. Amma indi bu dəqiqə yığıb yığışdırmaq olar. Deməli, bizə əslində problem yaşadan bu kart sərsərilərdə hal-hazırda. Ki hasarı qəbul eləyib daha çox hasar vermək lazımdır. Slasher yaşayar deyə düşünürəm. Yəni havan yox, yaşamayacaq. Ara yerdə havanı öldürəcək. Ki rəqibin 2 dənə kulesi olmağı biraz bizim üçün pisdir. Deməli, kafesin evrimin hələ ki çevirək. Sol tərəfdən baskı üçün mızraqlılar. Bu arada oxlar atmalıyam, belə baxıram, en azından biri vursun. O qabaqdakı partlamasaydı oxları atmağım biraz daha da məni problemə salacaqdı, amma yenə də yığıb yığışdırmaq oldu. Adam havanla bu arada çox aktiv oynayır. Slasher'ı qoruyub mini pekka inirsən mini pekka. Slasher'ı qorumaq lazım idi, onun üçün qabaqdan dev attım və mini pekka mini pekka. Hal-hazırda oyun oynayır mini pekka özü üçün. Deməli, gələn dəfə Tesla təxmini eləmək olar. Yenə Goblin Cage. Yox, Slasher'la məcburam havanı indidən kəsim. Buradan en azından biri vursun. Yox, heç biri vuran deyil. Bunun qabağına dev atırıq. Oxlar sersərilər üçün. Mini pekka bu dəfə bir işə yarayacaq. 1 2 3. Bəli, birinci arenanın dəstəsi ilə deməli ilk rəqibi aldıq. Keçək ikinci arenanın dəstəsinə. Deməli, əslində ikinci arenanın dəstəsi belədir. Yəni, çox da belə fərqi yoxdur. İstifadə eləyəcəyimizi düşünmürəm. Ona görə birbaşa digər arenanı sizinlə paylaşacağım. Deməli, birinci, ikinci və üçüncü arena üçün bu dəstə gedə bilər. Çünki ilk 3 arenada sadəcə burada Mega Minion əlavə eləyib ya silə bilərsiniz. Bu dördüncü arena üçün olan ən yaxşı dəstələrdən biridir. Ki, indi yenə də evrimlərlə oynamaq məcburiyyətindəyik. Bu arada sandıqdan da qəşəng bir ulduz çıxdı. Deməli, dördüncü arenanın dəstəsi ilə hal-hazırda oyuna girmişik. Yəni, indi bu dəqiqə baxdıqlarım statistikaya görə arenanın ən yaxşı dəstələri sırasından götürmüşəm bunu ki, hansı ki 4-cü arenadır, 1-dir, 2-dir, 3-dür. Onlar üçün bir dənə cəmsi dəstə var. Digər dəstələrə baxsaq, okey, onlar da biraz çoxdur. Deməli,
Hal-hazırda 4-cü arenanın kartları ilə rəqibi uda biləcəyi rəqib böyük ehtimal XCI oynayır. Bizim əlimizdə şövalye var, 2 dənə də ruh var. Savunmaq əslində o qədər də çətin olmaz deyə düşünürəm. Biraz iksir gözlətməyə məcburam, çünki şövalyəni əlimdən çıxartmaq istəmirəm. Başqa da ki, hələ ki əlimdən çıxarta biləcəyim bir şey yoxdur. Adam ateş topu atdı. Şövalye. Bir də ki, Ram Rider. Ateş ruhu atmağa məcburam. Düzdür, çox iksir işlətdim. Biraz XC-yə qarşı belə baxıram. Əslində əziyyət çəkəcək. Ortadan Goblin Cage en azından XC atmasının qarşısını alır. İndi əslində gözləyirəm XC atsın. Biz atak eləyə bilmirik gördüyüm qədərilə, çünki rəqibin kartları biraz bizim dəstəyə antidir. Misal 2 dənə kulübəsinin olmağıdır falandır ki, tamamilə işləri pozur. Evrimli skeletlər sinəsində oxlar atmışdım. Çox da ehtiyac yox idi. Sol kuleni aldıq. Deməli, yəqin ki, XC basacaq sol tərəfdən, kakraz arxada evrimli okçular var. Ona görə ateş topunu hazırda saxlayacaqdıq. Onsuz da ehtiyac olmadı. Buradan bir dənə fireball, minyonlar Teslanı kəssin. Deməli, 4-cü arenanın dəstəsi vs oyunun ən yaxşı dəstələrindən biri. Yəqin ki, adam oyunu salar deyə düşünürəm. Artıq yetər. Deməli, 4-cü arenanın dəstəsi bu cür idi. Keçək birbaşa 5-ci arenaya və ya digər arenalara baxacağım dəstə fərqlərinə. Deməli, 7-ci arena üçün bu dəstə var. 6-5-ci arenaların dəstələri hal-hazırda statistika olaraq, yəni saytın özündə yox idi. Promo 7-ci dəstəni mən sizə göstərəcəm. Prosta ki, 7-ci dəstədə 3 dənə dəstə var idi. Balonlu devli dəstə, bir də ki Pekka deyirəm, dev Chief Prince. Yəni bu dəstəni mən özüm daha çox sevirəm deyə elə istəyərdim ki, bunu da sizə məsləhət görüm. Bundan keçək oyuna. Deməli, əlacım olsa, hətta mənim öz hesabımda, öz əsas hesabımda da, yəni 15 minlik, 15K-lıq, yəni kupası olan 15K olan o dəstədə oynamaq istəyərdim bu dəstəni, amma ki, heyif ki, kartlarım leveli tam da ona əl vermir. Barbar bir dənə vursun, əlavə iksiri bir dənə ona atmaq istəmirəm. Deməli, kakraz əlində barbarlar yoxdur deyə Kara Prensdən atak eləyirəm. Adamın büyücüsü var, o bizim işlərimizi biraz körladı. Amma eyb yox. Aha. Əslində Prensdən birinci bu arxadakini vursaq, sonra KD-ni kəssək daha yaxşıdır. Bir də təzdən belə bir şey nəzərinizə çatdırım ki, mənim oynadığım düzdür, sizin dəstələr ola bilər, aşağı kupanın dəstələri ola bilər, amma ki, qarşımdakı rəqiblər həmin kartlarla oynamır, daha fərqli kartlarla oynayır. Bu arada bunu Mega Minyonla vurmaq istəyirəm, amma ki, adam kulemizi aldı. Yəni, təxmini belə gətirsək, biz də onun kulesini almışıq. 325 canı var sadəcə. Prenses fədası elədi. Deməli, Fireball 207 vurur. Bizə 2 dənə ora ateş topu atmağımıza ehtiyac var. Amma əlindən barbarlar çıxıb deyə biz sol tərəfə devlə ataka çıxa bilərik.
Adam Valkür atdı. Valkürə sadəcə bəhanə olsun deyə ateş topu atmaq olar. Deməli, cadı evrimi bizim işlərimizi çox belə körlayan kartdır. Sağ tərəfdən fikirləşirəm ki, birində vur, çarpma, əla. Sağ tərəfə bir dənə də ateş topu atmalıyıq, amma ki, rəqib imkan versə. Burada dev atırıq, ateş topu imkanı verdi Tapraz. Sağ kulen alaq, sol kulendə təxmini aldıq. Deməli, keçək digər arenanın dəstəsinə. Bu dəstə isə əslində 10-cu arenanın dəstəsidir. Demək olar, bayaq seçdiyim 7-ci arena idi, səhv eləmirəmsə. 7-ci arenadan 10-cu arenaya kimi eyni dəstələr gəlir əsasən. Bir də 2.6-ya oxşayan dəstə var, sadəcə tomruk yoxdur deyə, misal onun yerinə çarpma falan var. Ki, çox da məsləhət görmürəm. Amma yenə də 2.6 oynamaq istəyənlər üçün deyirəm ki, olmayan kartların yerinə müvəqqəti misal çarpmanı, tomruku əvəzi qoya bilərsiniz. Deməli, bu dəstədə əslində çift dev prensə oxşuyur, amma ki, burada kara prensi yox, avcı var, korumalar var, bir də buz ruhu. Deməli, buz ruhu açılışla başlayaq. Ateş ruhu hasarını heç yemək istəmirəm, çünki əslində yeyə bilərik, biz biraz ağır dəstə oynayırıq, divlə oynayırıq. Yəni hasar verəndə kiçik hasarlar verməyəcəyik. O baxımdan bəzi balaca hasarları göz ardı eləməliyik. Bu arada top əlindən çıxıb deyə körpüdən promoy dev atıram. Prensin arxasına skeletlər gözləyirəm əslində adamdan. Əla. Uy, dəstəsi çox sürətlidir. Deməli, prens yenə də gedib ora vura bilər. Arxadan buz ruhu, bir də mega minyon atdım. Yenə də skeletləri döndərdi. Oy, oy, oy. Adam nəsə troll bir şey oynayır. Biraz işlərimiz çətindir, ən azından 1x-da. Deməli, biraz gecikdik. Yəni gərək anında reaksiya verəsən prensesə, yoxsa əks halda vurur. Avcı yox, avcı bizim üzümüzü güldürmədi. Yenə prensdən çıxıram. Skelet ordusu gözləyirəm əslində rəqibdən, yenə buralara. Ona görə biraz kart atmayacağam, amma ki zəhər atacağam. Kartlardan əgər hasar verə bilmiriksə, bəlkə büyülərlə hasar verdik. Deməli, arxadan devlə çıxaq. Prosta ki, rəqibin körpüdən prenses ata biləcəyi yadından çıxmışdı. Ona görə biraz işləri qəlizə saldıq. Ortadan top ata bilər əslində. Onun üçün dev bura çatanda bura prens buraxacam. Allah. Bura bir dənə zəhər. Zəhərim biraz yaxşı olmadı deyə bilərdim, amma ən azından çarpma əlimizdədir deyə. İkinci dəfə skelet ordusunu çevirsə hasar verə bilərik? Yox. Adam bizə dəhşət antidir əslində. Dondu. Çarpma bura. Yox, eləyə biləcəyimiz hələ ki bir şey yoxdur. Yenə avcı, ortadan çıxıram. Adam yenə ildırım basa bilər. İldırım verim, raket. Amma ki, edə biləcəyimiz bir şey hələ ki yoxdur. Mümkün deyil. Yəni, qarşımıza belə də bir dəstə gəlməsə, nəsə eləmək şansımız var. Deməli,
biz burada nə edə bilərik deyə düşünürəm, amma ki hələ ki ağlıma bir şey gəlmir. Əks tərəfdən mən dev atacağam, eyni tərəfdən atsam raşet atacaq. Burada hasar yeməyək. Bu dəfə məcbur hasar yeməməliyik. Qəti. Prensi dəstəkləyə bilərik əslində sol tərəfdən. Sağ tərəfdəndəki yox, biraz işlərimiz çətindir. Dev arxası dev. Skeletlər 1-2 dənə vuracaq, amma edə biləcəyimiz bir şey yoxdur hələ ki orada. Buz ruhu ata bilərdim, amma maksimum atak eləməyə çalışırıq. Gələ biləcək ən pis eşləşmə gəlir deyə bilərəm. Deməli. Adam bu arada əslində kartın qaçırtdı. Tez. Dev kuledə. Bəlkə bir ümid nəsə eləmək olar deyə düşünürəm. Bir dənə devin arxasına dev. Bura çarpma. Aha, biraz hasarı yaxınlaşdırdıq. Adam topu sırf qaçırtdı deyə. Əslində əlimdən üzmüşdüm bu oyundan. İskelet öl. Kuleye. Yine körpüdən dev atmaq məcburam, yoxsa adam raşid atır. Top atacaq yəqin ki. İskeletləri gözləyirəm. Çarpma attım təxmini. Yox. Ay. Normalda pis dəstə deyə sadəcə çox pis anti gəlmiş. Deməli, bu dəstə 11-ci arenanın səhv eləmirəmsə dəstəsidir ki, fan dəstəsi olaraq çox bilinir. Və hətta bunun yerinə barbar varil olur. Varil məncə 11-ci arenada var. Yəni, dəstə biraz əslində yetənək istəyir, o ayrı məsələ. Deməli, 11-ci arenanın ən yaxşı dəstəsi ilə oynayırıq. Ana kuleni aça biləcəyik. Aha, açdıq, əla. Amma yəqin ki adam çox da məhəl qoymur deyəcəkdim. Sadəcə troll bir dəstə ilə oynayır. Yəni troll dəstəyə qarşı bizim bu dəstə tam olaraq necə iş görəcək bilmirəm. Ümid edirəm üzümüzü qara çıxartmaz. Ana kulenin atılmağı çox yaxşı oldu əslində. Çünki adam madenci oynayır. Miner'ı dartı kəsmək üçün atdıq ora. Deməli, bura kartopunu vaxtında ata bilmədik. Ona görə 2 dənə yarasa kulemizə biraz hasar verdi. Deməli, adamın əlində mənə maraqlıdır ki, topdan falan yəqin ki bir şeylər olar. Sırf balonu saxlamağa görə. Normalda balonu əla dart o tərəfə getdi. Onu boş verib sağ tərəfdən atak eləyəcəm. Miner dart goblini çevirməyə çalışır. Bu arada yarasalar üçün oxlar. Kartopu kuleyə də qəşəng hasar verdik. Deməli, buna yəqin ki tanklamaq istəyəcək deyə varili atmağa məcbur idim. Hal-hazırda bir balaca antiyəm əslində. Amma adamın dəstəsi də çox sürətlidir. Dart goblini falan çevirir. Və biz cavabsız qala bilirik. Yarasaları atmağı çox yersiz idi. Deməli. Yenidən körpüdən belə bir atakla çıxacam. Dart əlindən çıxartmaq əslində onun üçün biraz böyük problem idi. Yarasalar üçün bu qar topu, evrimli qar topu çek kuleni də aldıq, əla. Bizə 30 saniyə savunmaq lazımdır əslində, amma atak da eləyə bilərik. Ki, sol tərəfə balon bir dənə vurubmuş.
Bomba kulübəsini indidən atırıq. Kartofun bura çıxanda atacağıq. Belə. Deməli 12-ci arenanın dəstələrini heç bəyənmədim. Ona görə məcbur 13-cü arena üçün dəstə çəkirəm. Deməli burada ən yaxşı dəstələr sıralamasında tazı var idi. Hansı ki tazı deyərdim ki digər dəstələr kimi deyil. Misal bayaq göstərdiyim birinci balon döngüsü. Gül kimi videoya başlamışdım. Adam oyunu saldı. Keçək digər oyuna. Deməli, yenidən tazı balonu tanıtmağa başlayıram. Əslində bayaqçı oyundan məncə gördünüz ki, tazı nə qədər güclüdür. Oyuna başlamamış, adam oyunu saldı. Deməli, skelet əjdərlərdən çıxaq. Əlimizdə tazı olsaydı tazı ilə də başlaya bilərdik, amma biraz tazı ilə başlamaq əslində risklidir. Ki, tazı da belə bir oyundur ki, sadəcə tazının arxasını doldur və atak elə. Amma birinci deyirəm, madenci balon döngüsü elə deyil, yəni. O daha minimal oyun istəyir. Cəhənnəm əjdərinə əslində bir kart ata bilər deyə düşünürəm. Əla. Madencinin orada əslində skeletlərlə biraz oynamağı çox yaxşı oldu. Çarpma ilə əslində madenciyə çevirsək necə olar deyə düşünmüşdüm. Yaxşı olmazmış. Bu arada yarasalar da əlimdən çıxdı. Şövalyə sağ tərəfə biraz vura bilər. Problem deyil. Deməli, mənə lazımdır ki, adamın kulesini öyrənmək. Çarpma ilə şövalyə ilə bir yerdə olan dəstə mən açıq dəqiq bilmirəm. Bəlkə də adam özündən nəsə vurub, ya da ki, bir dəstə var. Dəstə var imiş. Adam onu yoxlayır. Deməli, sol tərəfə adam 8 iksir işlətdi. Bizdəki oy, qəşəng oxlar. Əslində heç nə atmayacaqdım yarasalara. Sadəcə yarasanı aynaladı. Ona görə oxları attım. Deməli, bir kulesini aldıq. Digər kuləni də almaq yəqin ki, çətin olmaz. Adam amma məncə oyunu salar. Hələ ki gözləyirik. Adam oyunu salmadı. Bu arada adamın çarpması olmaq əslində bir tərəfdən bizim cəhənnəm əjdəri üçün pisdir. Bu arada yarasaların qabaqda olmağı yenə də ki, boş bir şey oldu. Bura yəqin ki, donma atmaz. Madencini qaçırtdım. Sağ tərəfə fikir verirdim ki, yəqin ki, adamın donması var deyə körpüdən elə əjdərlərlə çıxır. Adam çox dəxlisiz əslində atakları eləyir. Yəqin ki, aynalayacaq. Adamın oynayışını tuta bilmədim. Ki, bizə sərf elədi. Ən azından bu kuleni də aldıq. Deməli, Mega Şövalyəni yəqin ki, yenə körpüdən atacaq, amma oyun qutardı. Ümumiyyətən, tazı çox rahat oynanılası bir kartdır. Son videomuza gəldik elə. Təşəkkürlər dəstəyiniz üçün, izlədiyiniz üçün. Əgər növbəti arenaların dəstələri ilə oynamağımı istəyirsinizsə, yorumlarda qeyd edə bilərsiniz.